Herkese salam, mən Mango və bu gün sizinlə birlikdə Brawl Stars'ın hekayəsini danışacağam sizə və teorilər öyrətəcəm. Deməli, ən birinci olaraq mən istəyirdim ki, sual-cavab edeyim. Sonra düşündüm ki, 100 abunədə böyük bir sual-cavab edəcəm və bu videonun altına suallarınızı yazın. Çünki sual qalmayacaq sual-cavaba. Olmasa Gmail'dən cəmaətin yazdığını oxuyacağam. Sualları. Deməli, ən birinci olaraq Brawl Stars bir oyundur. Brawl Stars 2018-ci ildə Supercell tərəfindən yaradılmış mobil oyundur. Əvvəlcə sadəcə əyləncəli döyüş kimi görsənir, amma oyunun arxasında gizli və qəribə bir hekayə olduğu ortaya çıxır. Deməli, ən birinci olaraq Brawl Stars Star Parkda keçir. Star Parkın sirri nədir? Oyunun əsas sirri Star Park adlı müəmmalı əyləncə mərkəzidir. Əyləncə parkadır. Bu park normal park kimi görünür. Oyunlar var, robotlar var, fərqli zonalar var. Amma gizli videolarda göstərilir ki, burada qəribə təcrübələr yapılır və hər şey normal deyil. Brawl'lar necə yanılıb? Yəni karakterlər. Oyundakı personajlara, yəni Brawl deyilir. Məsələn, məşhurlardan Shelly, Colt, Spike, Crow, Leon, Rico deyə bilərik. Fan nəzərlərinə görə Star Park insanları və canlıları dəyişdirərək bu fərqli qəhrəmanlar yaradır. CCTV və gizli mesaj. Ən birinci olaraq CCTV oyununa deyəsən 2020-ci ildi ya da 2021-də idi. Nə vaxt idi? Oyuna gəlmişdi bir dənə. Arxa menyuda kamera var idi. Onu tıklayanda kod yazırdınız. Yazanda isə bütün hər şey ortaya çıxırdı. Ən birinci CCTV və gizli mesajlar. Bir vaxt Supercell internetdə saxta təhlükəsizlik kamerası yayını paylaşmışdı. Orada qəribə səslər gəlirdi. İşçilər qorxmuş görünürdü. Gizli kodlar var. Dediyim kimi. O kodlarda yazırdınız kamerayı. Kamerada sizə göstərdi. Bu da göstərir ki, Star Park sadəcə park deyil. Gemlər və enerji. Gemdə elmas deyə bilərik. Elmas da enerji daşıyır. Elmas da hansı karakter ya da hansı insan elmas əlinə götürsə karakter dönür. Oyunda gördüyümüz yaşıl kristallar, yəni gemlər sadə əşya deyil. Fanlar düşünür ki, gemlər xüsusi enerji daşıyır. Brawl'ların gücü buradan gəlir. Dediyim kimi, Star Park bunları istifadə edib təcrübələr aparır. Robotlar, məsələn, Rico, Nani, Tik kimi robotlar da parkın texnologiyasının bir hissəsi hesab olunur. Qısa nəzəriyyə budur ki, ən məşhur nəzəriyyə belədir. Star Park insanları və canlıları dəyişdirir, onları Brawl eləyir. Sonra sonsuz döyüşlərdən istifadə edir. Mən də onun bir teoriya yaradıram ki, əslində bizim də biz elə bilirik oynadırıq karakteri, amma biz oynatmırıq karakteri. Bir dənə adam bizi hərəkət etdirir deyəsən, mən deyim. Bundan başlıca kimdir? Deməli, indi onu danışam. Star Park'ın yaradıcısı fanlar düşünür ki, oyunun içində fəaliyyət göstərən gizli bir karakterdir. Amma hal-hazırda yaradıcısı hələ tam açıqlanmayıb. İnsanlar parkda saxlayır bu adam. Bu gemlərə təcrübələr aparır. Brawl'lar dəyişdirir. CEO var Star Park'ın, amma kim olduğu bilinmir. Köhnə Star Park investor videolarında parkın arxasında rəhbərlik edən bir təşkilat olduğu görünür, amma ad verilmir. Fanlar deyir ki, gizli direktor var. Bütün hadisələri o idarə edir. Sirius ilə bağlı nəzəriyyə. Yeni lore-larda bəzi fanlar Sirius adlı sirli personajın Star Park'ın başlanğıcısı ilə əlaqəli olduğunu düşünürlər. Ola bilər əslində. Mən də bunu qatılıram. Bu ən axırıncı Sirius'u internetdən tapdım. Sirius əvvəllər Star Park'da işləyən, necə deyim, teatrda işləyən bir şəxs idi. Amma onu qovdular. Sirius isə çox əsəbləşdi və intiqam almaq istədi. Bir gün gedərkən əsəbləşirdi. İntiqam almaq istəyəndə buna elmas dəyir. Elmas da bunu dəyişdirir də, bildiyimiz normal oyundakı Sirius'a döndərir. Sonra Sirius'un bir gücü ortaya çıxır. Baxın, heç bir karakterdə belə güc yoxdur. Sirius adı nə idi?
karakterlər kopyalayır. Karakterlərin ruhunu alır desəm daha yaxşı olar. Çünki hər karakterin ruhunu alanda karakter yoxdur. Oyunda amma hələ ki elə bir şey deyilməyib, amma alınır. Çünki normal oyunda da baxanda siz məsələn öldürdüyü karakterin ruhunu alır və özünə çağırır. Deməli, və mənim bir teorim var ki, bundan başçısı hamısı şeydir. Adı nə idi? X karakteridir. X karakteri məsələn Boltun üstündə də X var. Bütün karakterdə X var. Bəlkə də X karakteri gəldi. X belə işarəli karakter gələ bilər. İndi isə başqa bir məlumat sizə deyirəm. Bəlkə yadınızda düşür, bir aralar YouTube-da canlı yayım açmışdılar. VKBRL WKBRL. Bu nədir? Bu internetli yayımlardan sirli bir radyo TV yayımı idi. Təxminən 2020-ci ildə Supercell bunu ortaya çıxartdı. Əvvəl insan elə bildi ki, bu sadəcə qəribə bir test yayımıdır, amma ekranda köhnə televiziya görüntüsü var idi. Statik səs, arada musiqi çalırdı, bəzən də qəribə cümlə eşidirdi. Amma sonralar fanlar başa düşdü ki, burada gizli kodlar var. Adın mənası fanların ən çox qəbul etdiyi fikir We know Brawl real life. Yəni tam rəsmi deyil, fan nəzəriyyətdə bu. Yəni demək istəyir ki, we know Brawl real life. Biz Brawl'ların doğrucu həyatını bilirik. Başqa fikirlər də var idi əslində. Başqa fikirlər də var, amma Supercell heç vaxt açıq deməyib bu haqda. Gizli mesajlar yayımı içində çox qəribə şeylər gizləmişdi. Morse kodu var idi, tərsinə oxunan səsləri var idi, gizli koordinatlar var idi, qəribə robot səsləri işte. Fanlar audio fayllarını yükləyib kompüterdə analiz etdilər. Bəzi mesajlarda buna bənzər şey çıxdı. Don't trust Star Park, we are trapped, help us. Ya bunu da göstərir ki, Star Park daxilində nəsə çox pis gedir. Yəni deyir ki, Star Park'a güvənmə, biz tuzağa düşmüşük, bizə kömək edin. Star Park'ın bağlantısı bir müddət sonra məşhur Star Park investor videosu çıxdı. Xoş görünürdü Star Park. Park qəşəng görsənirdi, uşaqlar əylənir, maskotlar gəzir, hər şey rəngbərəngdir. Amma gizli freyimlər də var idi. İnsanlar qorxmuş görünürdü, işçilər qəribə davranır, bəzi hissələrdə isə help mesaj görünürdü. Fanlar düşünür ki, Star Park insanları öz parkında saxlayır və onları dəyişdirir. Videoda isə onları zorla, bəlkə də təhdidlə də onları qəşəng göstərməyə çalışıblar, bilmirəm. Brawl'lar necə yaranıb? Bayaq dediyim Star Park'a insanlar gəlir, gem adlı enerji maddəsi ilə təcrübə aparırlar, insanlar deyir ki, yeni Brawl'lar yaranır. Niyə Supercell bunu etdi? Supercell adi reklam etmək istəmədi. Onu ayrıcı yaratdılar. Yəni alternativ reality game. Fanlar internetdə sir həll edirdilər. İnsanlar lore haqqında videolar çəkmək istəyirdilər. Onun üçün Supercell belə şey yaratdı bəlkə də. Ən qorxulu nəzəriyyədən məşhur nəzəriyyə də belə ki, Brawl Stars əslində sonsuz təcrübə mərkəzi. Star Park insanlar tutur, yaddaşlarını dəyişir, onları prova edir, sonra sonsuz döyüşə göndərir. Bunu digital sirk kimi də demək olar. Digital sirkdə başçıları bilinmir əslində, amma başçılarının şirkətində işləyənlərdən biri də Kinger idi. Burada yapay zeka ilə digital sirkdə Kane idi. Deməli, bunlar şirkət, deməli, virtual reallığı taxanların yaddaşını sizi birbaşa atır. Brawl Stars'da necə? Deyir ki, insanlar tutur yaddaşlarını dəyişir. Yəni yaddaşlarını itirirlər. Elə bilirlər başqa cürdür. Qısaca desək də Star Park gizli laboratoriyadır. WKBRL içəridən gələn siqnallar, Brawl'lar təcrübənin nəticəsi, gemlər isə enerji mənbəyi. Biraz uzun video oldu. Əvvəl Backrooms'da da 9 dəqiqə eləmişdim. Burada da deyirəm sizə. Zəhmət olmasa like atıb abunə olun ki, başqa videolarda çəkim. Və yorumlara yazın ki, nəyə teoriya yaradım.